Salam müəllim. Salam, salam, xoş gəlmisiniz. Ladies and gentlemen, we Salam are müəllim. starting our lesson. Salam. Deməli, əziz dostlar, bu gün biz nə edəcəyik sizlərlə? Bu gün biz sizlərlə essay günümüzdür və essayda birinci hissələrin necə yazılması haqqında biraz detallı danışacağam. Ondan sonra bir dənə essay mövzusu verəcəyəm və birlikdə essay yazacağıq. Görəcəyik ki, biz essaylərimizi nə qədər yaza bilirik, necə yaza bilirik. Ondan sonra yəni essay yazanda harada səhv edirik. Bu məsələdə əgər bu bizi birinci səfərdə qoşulub və heç vaxt videolarımızı görməyən tələbələrimiz də arasında varsa, şəxsən yaratdığım Professor Snape proqramı bu barədə bizim essaylərimizin yoxlanılması olsun, əl yazımızın tanınması olsun, süni intellekt vasitəsilə qrammatik səhvlərimizin və yaxud da axıcılıq səhvlərimizin, lap durğu işarələrimizin, bütün səhvlərimizin yoxlanılmasını hamısını Professor Snape proqramı yoxlayacaqdır, əziz dostlar. Deməli, gəlin başlayaq deməli. Gəlin görək, bu gün biz necə başlayacağıq, nə edəcəyik? Okay, birinci. First of all, essaylər necə yazılmalıdır? Birinci, yəqin ki, tələbələrimizin ağlında öncə belə bir sual yaranır. Mən essayini yaza bilmək üçün mənim nəyə ehtiyacım var? Bu arada bu proqramı da özüm hazırlamışam, öz lövhə proqramımdır. Adından da görə bilərsiniz, Nijiboard. Yəni, Nicat müəllimin lövhəsi. Əziz dostlar, essay necə hazırlanır və ümumiyyətlə, essay yazmaq üçün hansı qabiliyyətlərə mənim ehtiyacım var? Bax, yaxşı, mən müəllim, essay yazmaq istəyirəm, tamam. Məktəbdə biraz ingilis dili öyrənmişəm, biraz görmüşəm ki, məktəbdəki ingilis dilindən nə bilim, biraz test eləyə bilirəm. Amma digər ki, danışmağa gələndə və yaxud da essay yazmağa gələndə konkret heç nə yaza bilmirəm müəllim. Nə edəcəm mən? Yəni, bunu necə sağlayacağam? Bunun üçün sizin bilməli olduğunuz ən vacib məqam. Tense forms. Tense forms. Zaman formaları. İngilis dilinin zaman formaları, əziz dostlar. Bəs bu ingilis dilinin zaman formaları hansılardır, harada, necə bizə kömək edəcəkdir? İngilis dilinin zaman formalarının ən çox istifadə olunanların adlarını aşağıda yazacağam, hansı ki, essaylər üçün bunlardan istifadə edəcəksiniz. Amma bunların keçilməsi məsələsi artıq bu qrammatik bir dərsdir. Burada hal-hazırda qrammatika ilə məşğul olmuruq. Ya bu zaman formalarını siz kənardan öyrənə bilərsiniz və yaxud da öz abituriyent dövrlərinizdə bunu daha öncə öyrənmisiniz və yaxud da əgər öyrənməmisinizsə, belə deyim, bizim də qruplarımız olacaqdır iyun ayından başlayan sıfırdan ingilis dili adlı. Orada da gəlib öyrənə bilərsiniz. Deməli, bu məsələ belə. Getdik. İndi zaman formaları. Gəlin görək hansı zaman formaları sizə lazım olacaqdır. İlk olaraq sizə lazım olan zaman forması presentable olacaqdır. Hansı ki, cümlənin tərkibində hərəkətin olmadığını göstərən indiki zaman formasıdır, əziz dostlar. Məsəl üçün, sadə bir cümlə yazıram. She is at home today. Baxın, burada əmizar vasitəsilə düzələn bu zaman formasını siz istifadə edə bilərsiniz essaylə yazarkən. İkinci istifadə edəcəyiniz zaman forması present continuous zaman forması olmalıdır, əziz dostlar. Present continuous zaman forması hərəkətin hal-hazırda davam etdiyini göstərən zaman formasıdır. Yəni, bu dəqiqə hal-hazırda indi hərəkətin davam etdiyini göstərir. Məsəl üçün, deyirəm ki, she is reading a book at the moment. Hal-hazırda o kitab oxuyur. Bəli, bu zaman formasından da istifadə edə bilərsiniz. Alınmır, can sağlığı, nə deyim. Sonra, üçüncü zaman forması. Əziz dostlar, hamı mikrofonları bağlasın. Buradan ümumi mikrofon bağlamayayım. Xahiş edirəm. Yəni, mən siz söz verəndə birinci əlinizi qaldırın, nəsə sözünüz olsa, sualınız olsa, daha sonra mən bir-bir söz verəcəm, həmin şəxslər danışacaqdır. Xahiş edirəm burada mikrofonlar açıq olmasını eşimdə. Yəni, yoxsa mən buradan özüm bağlayacağım bütün mikrofonları, o da istəmirəm elə şey. Present continuous dedik. Bir də vardır, əziz dostlar, bizdə present simple zaman forması. Present simple zaman forması nədən bəhs edir? Present simple zaman forması, əziz dostlar, hərəkətin təkrarlandığından bəhs edir. Yəni ki, adət almış olduğundan. Bu zaman formalarının hər biri detallı şəkildə bizim dərslərdə incələnir, keçilir, tələbələrlə birlikdə məşq edirik, əziz dostlar. Sadəcə burada sizin essay yazarkən nələrə ehtiyacınız olacağını göstərməyə çalışıram. Present simple zaman formasında
Biz məsəl üçün belə bir cümlə qururuq. Deyək ki, she reads a book at home every day. O hər gün evdə kitab oxuyur. Daha sonra bizim ehtiyacımız ola biləcək zaman forması nə ola bilər? Past to be zaman forması dostlar. Past to be nədir? Keçmişdə hərəkətin olmadığını göstərən zaman formasıdır. Məsəl üçün deyirəm ki, bir də saniyə mən WhatsApp-ı buradan aralayım əziz dostlar, çünki video yazılarda da çoxlu. Uşaqlar, siz məni eşidə bilirsiniz ümumiyyətcə hamınız? Yəni burada məni eşidə bilməyən dediyim tələbə var. Eşidirsiniz də? Bəli, mən eşidirəm. Okey, bir də Müəllim. Əla, yaxşıdır. Aldım cavabı. Aldım cavabı, yaxşı, əsəbləşməyin. Past to be. Past to be uşaqlar keçmişdə cümlənin tərkibində hərəkətin olmadığını göstərən bir zaman formasıdır. Yəni ki, məsəl üçün mən dünən evdə idim və yaxud da o dünən evdə idi. She was at home yesterday. Bu cümlənin tərkibində keçmiş zamanda hərəkətin olmadığını göstərir. Yenə də vurğulayıram. Burada göstərdiyim zaman formalarını mən sizə indi bu dəqiqə keçmirəm. Sadəcə hansı zaman formalarından istifadə etməlisiniz, onları göstərirəm. Bu zaman formalarının hər birinin öz dərsləri mövcuddur və kifayət qədər geniş bir şəkildə tələbələrə keçilir. Dərslərimizdə, yəni bu keçmək deyildir. Bu sadəcə hansı zaman formaları mövcuddur və hansı zamandan istifadə edərək siz esselər qura biləcəksiniz, onları göstərməyə çalışıram. Sonra past simple zaman formasından istifadə edə bilərsiniz əziz dostlar. Past simple zaman formasından biz demişdik ki, keçmiş zamanda hərəkət olur, bitir və indiki zamana heç bir təsiri yoxdur. Məsəl üçün, she saw her brother yesterday. Deməli, o qardaşını dünən gördü. So, fe'l ikinci formasından istifadə olunur. Daha sonra əziz dostlar, biz istifadə edirik past continuous zaman formasından. Past continuous zaman forması əziz dostlar, keçmişdə müəyyən bir müddət davam edən hərəkətləri göstərən zaman formasıdır. Edirdi, gəlirdi, görürdü mənasında. Məsəl üçün, she was watching TV at 6 o'clock deyək ki, just a second, at 6 o'clock yesterday. Deməli, o dünən saat 6-da televizor izləyirdi. Gördüyünüz kimi bunu da istifadə etdik. Daha sonra hansı zaman formalarımız vardır əziz dostlar? Bu şeylərdə istifadə edə biləcəyimiz esselərdə future to be, hamısını yazası deyiləm, narahat olmayın. Burada mən sizə durub ingilis dilində olan bütün zamanları yazası deyiləm. Esselərdə istifadə olunan zaman formalarını qeyd edirəm, okey? Hansı ki, esselərdə rahat bir şəkildə siz bunları istifadə edib, bunların vasitəsilə cümlələr qura bilərsiniz. Future to be var, əziz dostlar. Gələcək zamanda cümlənin tərkibində hərəkətin olmaması. Məsəl üçün, she will be at home tomorrow. Deməli, sabah o evdə olacaqdır mənasında. Daha sonra 8-ci zaman forması, əziz dostlar, future simple zaman forması deyə bilərik. Future simple, yəni gələcəkdə baş verə biləcək bir hərəkətdən bəhs edirik. Gələcəkdə baş verəcək bir hərəkət. Məsəl üçün, deyirəm ki, she will come home early today. O bugün evə erkən gələcəkdir. Bəli, belə bir zaman forması da mövcuddur eyni ilə. Daha sonra 9-cu hansı zaman formasından istifadə edə bilərik? Əziz dostlar, perfect zamanları vardır. Bəs müəllim, o perfect zamanlarından da mən istifadə edəcəyəmmi esselər qurarkən? Xeyr. Bir mənalı olaraq xeyr. Müəllim, niyə esse axı perfect zamanları bizim danışığımızı çox gözəlləşdirir və Azərbaycan dilində olmayan, hətta rus dilində olmayan bir zaman formasıdır, hansı ki, gündəlik həyatda mən də özüm də istifadə edirəm kimi belə bir arqument irəli sürə bilərsiniz. Deyə bilərsiniz ki, perfect zaman formaları çox gözəl zaman formalarıdır. Əslində perfect zaman formaları əziz dostlar, mənim ingilis dilində ən favorit zaman formalarıdır. Və həqiqətən də perfect zaman formalarını çox sevirəm. Buna present perfect olsun, present perfect-nin to be versiyası olsun, present perfect continuous zaman forması olsun, amma hətta future perfect olsun, bir çoxlarının dildə istifadə etmədiyim perfect to be zaman forması olsun.
sevmirəmmi? Yox, çox sevirəm. Həqiqətən dili çox asanlaşdırır və belə deyim əziz dostlar, ingilis dili nəyə görə bir dəqiqə dünya beynəlxalq siyasətində də çox istifadə olunan dillərdən biridir. Birincisi əlbəttə ki, Amerika təsiri, Britaniya təsiri, yəni burada sizə tarixdən danışmayacağam, 2-ci Dünya müharibəsinə gəlib çıxmayacağam. Amma bir səbəbi də ondan ibarətdir ki, ingilis dili həqiqətən də zamanlar baxımından çox dəqiq bir dildir. Həqiqətən çox dəqiq. Azərbaycan və rus dilində olmayan dəqiqlik ingilis dilində zamanlarda mövcuddur. Bu zamanlarda verdiyimiz bu dəqiqlik əziz dostlar, bizdə hər hansı bir siyasi fikir bildirərkən də dilimizin çox səlis bir şəkildə qarşımızdakı insana çatmasına səbəb olur. Nəinki zamanlarda, hətta modal feillərdə də çox dəqiqdir. Yəni 9-cu istifadə olunacaq modal feillərdir bu arada. İndi onlar haqqında danışacağam. Amma yəni bu qədər dəqiq olmasına baxmayaraq niyə perfect zamanı götürülmür burada, istifadə olunmur? Ona görə istifadə olunmur ki, perfect zamanı əziz dostlar çox dəqiq bir zamandır. Onu otuzdurmaq cümləyə Türkçə demiş, hər yiğidin harcı deyil. Yəni o qədər də asan bir şey deyildir. Və orada edə biləcəyiniz, perfect zamanda edə biləcəyiniz ən xırda bir səhv avtomatik olaraq çox ciddi bir səhvə gətirib çıxardır. Hətta bir çox tələbələrin yüksək bal aldığı birinci kateqoriya var 9-cu sinifdə, hansı ki, axıcılıq, yəni ümumi fikri bildirmək barəsində, axıcılığı qorumaq barəsində. Baxın, o kriteriyanın pozulmasına gətirib çıxarda bilər. Yəni belə deyim də, minalı ərazidir perfect zaman. İstifadə edə biləndə çox super olur. Bilmirəm, oyunlar oynayanlar olur. Oyunlarda hər zaman multiplayer oyunlarda belə bir xarakter olur. Canı çox azdır, canı çox azdır. Amma həddindən artıq güclü silahları vardır. Əgər kimsə onun canının az olmasına baxmayaraq istifadə eləyə bilirsə, çox möhtəşəm şeylər eləyə bilər. Amma normal oyunçu onunla oynaya bilmir də. Bax, elə bir xarakter düşünün. Perfect zamanında düşünün ki, bax, sırf o xarakterdir. Həqiqətən də onu istifadə etmək çətindir. Amma onu düzgün istifadə edə bilənlər isə ingilis dilində xariqələr yarada biləcəkdilər. Ona görə də perfect zamanı hələ ki burada təhlükəli olduğu üçün kənara qoyuruq, istifadə etmirik. Çünki perfect zamanda demək istədiyimiz bir çox şey biz normal zamanlarda da deyə biləcəyik. Ona görə əsla və əsla yadda saxlayın. Şeylərə nə deyirdilər onun adına? Esselərə perfect zamanı qoymuruq. Modallardan istifadə edirikmi? Bəli. İstədiyiniz modaldan istifadə edə bilərsiniz. Yerindən asılı olaraq can, could, amma diqqətli olun modalların zamanlarında olsun. Might istifadə eləyə bilərsiniz. May istifadə eləyə bilərsiniz. Ondan sonra should istifadə eləyə bilərsiniz. Nə bilim, have to istifadə eləyə bilərsiniz. Əlbəttə ki, bunların hamısının qrammatik qaydaları sizə keçilməlidir. Daha öncə to be able to istifadə edə bilərsiniz əziz dostlar və bir çox modallardan siz istifadə edə bilərsiniz cümlədən asılı olaraq. Bax, bu əlinizdə istifadə edə biləcəyiniz, belə deyim, sizin bir silah cəbhəniz, silah anbarınız, belə deyim sizə. Bunun bir şəklini çəkdik, kənara atdıq. Sonra material olaraq sizə göndərərəm. Bu belə getdi əziz dostlar. Bu heç. Bunlardan istifadə edəcəyik. Amma yaxşı, bunlardan istifadə edəcəyik də, bunlardan hansılardan istifadə edəcəyik? Yadda saxlayın əziz dostlar. Esse yazarkən sizin iki dənə yolunuz vardır. Bir, present simple zamanı vasitəsilə essenizdəki hərəkət ardıcılığını göstərmək və yaxud da past simple zamanı vasitəsilə cümlənizdəki hərəkət ardıcılığını göstərmək. Burada Nicat müəllim nə dedi? Şair burada nə demək istədi? Əziz dostlar, deməli, present simple vasitəsilə hərəkət ardıcılığını göstərmək nədir? İngilis dilində, Azərbaycan dilində də olduğu kimi, yalnız keçmiş zamanla hərəkət ardıcılığını göstərmək məcburiyyətində deyilsiniz. Deyilsiniz. Zarafat elə bəbət ki, bu qədər də ləhcəb yoxdur. Tamam, gəncəliyəm o, bu qədər də ləhcəb yoxdur. Nə demək istəyirəm burada? Məsəl üçün, demək istədiyim ondan ibarətdir ki, baxın, fikrə bir dənə diqqət yetirin. Deyirəm ki, she comes into the room və yaxud da Aylin deyək. Bunun adına bir ad qoyaq. Aylin comes into the room. She sees that his brother is playing
a computer game on a computer game kifayət yoxdur, onun lazımdır. On is computer deyəcəkdim, o da yəni computer game harda oynayırlar Allah köməsin. Baxın burada nə elədim əziz dostlar? Mən burada present simple-dan istifadə elədim. Daha sonra ikinci növbəti hərəkət üçün yenə present simple-dan istifadə elədim. Görürsüz? Present simple hərəkət ardıcılığından istifadə elədim. Mən lap yaxşı, lap gözəl, lap qəşəng, lap yaraşıqlı, lap simpatikli. Bununla bitdimi məsələ? Xeyr əziz dostlar. Bu bir yoluydu. Present simple-dan istifadə edərək hərəkət ardıcılığını göstərmək. Bir yolu daha vardır əziz dostlar. Və daha yaraşıqlı bir yoludur. Bu past simple-dan istifadə etmək. Əlbəttə ki, past simple-ın qaydasını bilən tələbələr bilir. Past simple-dan istifadə edərək əgər siz ingilis dilində hərəkət ardıcılığı göstərmək istəyirsinizsə, üzr hesab edin. O zaman siz qaydasız feilləri mütləq dəqiq şəkildə bilmək məcburiyyətindəsiniz və past simple-ı gözəl şəkildə istifadə etmək məcburiyyətindəsiniz. Məsəl üçün, Aylin came into the room. She saw that his brother, hərəkət, əziz dostlar, zamanlarına diqqət edin. Hərəkət zamanlarına diqqət edin. Orada iz vermişəm. Burada artıq past continuous istifadə etməliyəm. Çünki ingilis dilində qrammatikadan öyrənmiş olduğunuz bir şey olmalı idi ki, zamanlar öz bloklar şəklində götürülür. İndiki zamanlar gələcək zamandan uzlaşa bilər. Keçmiş zamanlar keçmiş zamanın özündən uzlaşa bilər. Keçmiş zamandan hər hansı bir digər zamanla uzlaşa bilər. Məsəl üçün, keçmiş zamanın indiki zamanla, keçmiş zamanın gələcək zamanla uzlaşma deyilən bir məsələsi yoxdur. Qrammatik mövzudur əlbəttə ki, bunun dərinliyinə enməyəcəm. She saw that his brother was playing a computer game. Okay. Bax belə. Gördüyünüz kimi iki cür, iki zamanla da istifadə edə bilərsiniz. Əziz olsa kimsə dəqiqə mikrofonu açıqdır. Mən ümumi bağlamadan əvvəl mikrofonunu bağlasın zəhmət olunsa. Okay. Aha. Dəqiqə. Bizə saniyə gözləyin. Mən götürüb mən bağlayacağım. Yəni məcbur. Özünüz istədiniz. Getdik. Mikrofonlar getdi. Okey. Davam edirik əziz dostlar. Davam edirik. Bax, buradadır. Bax, Ayxandır. Ayxan. Yəni, dərsdən yemişət eləyirsən, qadası. Yəni, eləməyin ki, dərsdən çıxardım əziz dostlar. Deməli, bura qədər hər kəsə hər şey aydındır deyə düşünürəm əziz dostlar. Yəni, zamanları düzgün istifadə etməlisiniz. İndiki zamandırsa, indiki zamanlara uyğun olaraq, keçmiş zamandırsa, keçmiş zamanlara uyğun olaraq istifadə etməlisiniz əziz dostlar. Zaman ardıcılığı çox önəmlidir. Zaman uzlaşması çox önəmlidir. Hərəkət ardıcılığını isə ya present simple-dan verə bilərsiniz, ya past simple-dan verə bilərsiniz. Bu baxır sizin paşa keyfinizə. Amma digər zamanlarda ona uyğun olaraq uyğunlaşdırmalısınız. İndi nə edirik dostlar? İndi Nicat Teacher, bizə saniyə gözləyin. Sizin qrupa bir dənə şəkil atır əziz dostlar. Bu bizim bir, belə deyim, indi bəlkə aranızdan 11-lərdə ola bilər. 11-lər deyə bilər ki, ay müəllim, mən istəmirəm şəkilə uyğun olaraq esse yazmaq, əziz dostlar. Narahat olmayın, sizin də esselərdə yazacaq. Bunlardan da. Mən istəyirəm ki, 9-lar, 11-lərin, 11-lər də 9-ların esselerini yazsınlar. Çünki sənin cümlə qurmağın əslində heç bir şeyə ziyan deyil. Okay? Esse yazmaqda cümlə qurmaq heç nəyə ziyan deyil, əziz dostlar. Getdik. İndi nə edirik? Mən bir dənə qrupa bir dənə şəkil atıram. Təsadüfi birini seçirəm buradan. Mən görüm elə bir şey seçim ki, interesting olsun. Just a moment, my dear friends. Bəzən belə zarafat edirəm, bəzi bilməyən dostlarla biləcəksiniz, müəllim ləhcəsi həqiqətən də belə danışır ingilisində. Okay. Bax, indi qrupa bir dənə şəkil atıram. Əlbəttə ki, bu şəkil nəyin şəklidir? 9-cu sinif bizim 2025-ci il Topldan olan bir şəkildir. Və sizə nə qədər vaxt verirəm, əziz dostlar? Sizə vaxt verirəm. Just a second. Haradasa 15 dəqiqə var. Bir saniyə, kloku da qoyun bura. 15 dəqiqə vaxt verirəm. 15 dəqiqəyə kimi deməli, mənim şəxsimə
Esseylərinizi yazın. Düzəməlli xəttdən yazırsınız əlbəttə ki. Esseylərinizi yazın, atın, başlayaq bir-bir yoxlamağa və səhvlərinizi deyək ki, səhvləriniz harda olacaq. 15 dəqiqəniz başladı. Davay, getdiniz. Mən də buradayım, narahat olmayın. Heç yerə getmirəm. Tofiq əlini qaldırıbdı deyəsən. Tofiq, səhvən qaldırıbsansa, əlini aşağı sal. Səhvən qaldırmayıbsansa, buyur danış. Müəllim, mən bir şey soruşacaqdım. Buyur. Yığmaq və qərara gəlmək nə deməkdir ingiliscə? Yığmaq qəbə, qat her yazılır. Okay? Qərara gəlmək decide, decidə yazılır. Çox sağ olun. You're welcome. Somebody already prepared. Müəllim, məsəl şəklində yazmaq üçün sonuna ayıncı artırdıq. O çox fərqli-fərqlidir. O baxır feylə, hansı feyldən sonra gələcəkdir. Yığmaq feili. Məsələn, bring. Yığmağı bu arada collect də yaza bilərsiniz. Collect daha yaxşıdır. O baxır da, yəni to-dan sonra, decide-dan sonra gəlirsə to ilə qoyacaqsan. Məsəl üçün, stop-dan finish-dən sonra gəlirsə ing ilə qoyacaqsan. Enjoy-dan sonra gəlirsə ing ilə qoyacaqsan. Want-dan sonra gəlirsə to ilə qoyacaqsan. O qrammatik mövzudur artıq. Yəni sırf bir ingiliscəsində sırf bir dənə məsələ yoxdur. Mən yeni qoşuldum. Eğer ise zəhmət olursa məlumat verə bilərsiniz. İndi bir dəqiqə essay yazırıq hal-hazırda. Qrupa Şəkildə göndəririk. atmışam qrupa. O şəklə uyğun olaraq essay yazır. Qrupunuzdan, sinifinizdən asılı olmadan. Fərqi yoxdur. Ülvi, Namazlı, buyur, soruş. Mən oxuyum yazdığımı. Yo, işim oxumur yazdıqlarını. Mənə şəxsi atın uşaqlar.
Mənə şəxsi həyatdan Oldu. hamısını bir proqram atacağam, proqram var. Bir də çəkəndə xahiş edirəm düz çəkib. Belə yəni belə böyür üstə çəkməyin. Çünki onu mən təzədən belə çevirənə kimi vaxt gedəcəkdir. Ona görə də o bir uşaqların üçün yoxlayacağam. Bax məsəl üçün sonu bircə saniyə, bircə saniyə. Bax indi bir dəqiqə bir tələbəmiz atdı. Bir dənə tələbəmiz atmışdı. Dayan görüm. Hə, bax bu Cristiano Ronaldo'nun üçün özü deyirsən. Onda bax böyür üstədir. Böyür üstə atmayın. Onu mən təzədən düzəltməyə vaxt sərf eləyə istəyirəm. Xahiş edirəm düz atın. Düz, konkret. İcitsən təzədən çək, düzəlməli telefon elə olsun ki, düz təzədən at. Və sonda yoxlayacağıq hamısını. Cristiano. İnci Qarayeva, buyur əlini qaldırmısan gözəl qızım. Müəllim, sizə mesaj kimi yazsaq olar esseni? Səni mesaj kimi normalda bəyənilən hal deyil qızım, amma əgər əlində dəftər qələm yoxdursa olar. Çünki mesajda düzəltmə proqramları mesajda düzəldib eləyir. Ona görə mən istəyirəm əl yazı. Bir də əl yazının nə qədər dəqiq oxuna biləcəyini də bu inkişaf elətdirir. Proqram vasitəsilə yoxlayırıq axı indi. Olmayın. Nə oldu qızım? Səbət etdirsiniz, o səbət. Uşaqlar, Google Translator-a qıraqdan oxşaya bilərəm, amma xahiş edirəm onların hamısını Google Translator-dan tapın da. Hər tələbənin bir sözünü də seçəcək yazın tələbələrə müşahidə eləyirik. Basket, səbət. Mən bitirdim və atdım. Bitirdin, attın, laf gözəl. Axırda yoxlayacaq, gözləyin, 15 dəqiqəni tamamdır. Mən də atdım müəllimə. Müəllim özünsən. Okey. Famil mikrofon aça bilmirsən, yəqin ki. Gözlə yerə. Controls. Deyəm, burada mikrofon açılmasına icazə verin. Mic. Mikrofon. Apply. Buyur Famil. Mikrofonunu aça bilərsən. Açamırsan, gir mikrofonla. Mikrofon niyə açılmış? Rizət Əliyev. Buyurun. Hayatı yazdım, gönderdim. Uşaqlar görürəm, hamınızın görünərliyini görürəm, dəqiq məndədir. Vaxt tamam olanda gördüyünüz kimi başlayacağım hamısını bir proqrama vurup yoxlamağa. Səbirli olun. Müəllim, Eşidir. nömrənizi deyə bilərsiniz? 055 Bəli. 406 67 97. Sağ ol. Buyurun.
Gülcünal qaldırıbdı. Aramam göndərdim. Baxın görün düzmü göndərdim. Bir dəqiqə gecikdi. İndi açmıram ki, indi açsam düşəcəkdi aşağıdan da çox şeylər var. Və avtomatik olaraq yoxlanılmayacaqdı. Ona görə açmıram hələ ki mesajları. Çünki orada bilim ki, Oldu, hansısa qrupdan bir şey eləmir. Qrup mənim özümə şəxsimə göndərim. Aramam. 4 dəqiqə 35 saniyə. Telefon dağılır evdə. Tələbələr part-apart yazır. Səhvən kamera açmısınız hal-hazırda hörmətli olanlar. Allah kömək olsun, telefonun canı çıxdı nə qədər mesaj gəldi. Başlayıram yoxlamağa uşaqlar, çünki çox mesaj gəlibdir. İndidən yoxlamağa başlasaq uzun çəkəcəkdir. Getdik. Deməli, Müəllim, bir saat olacaq. dərs mən nə qədər istəyirəm o qədər olacaqdır. Onu dəqiq söz verə bilmirəm. Xahiş edirəm, mən danışanda əl qaldırmamış, mən söz verməmiş şey eləməyin. Nədir onun adı? Mikrofonları açmayın. Yəni eləməyin, oradan bağlayın da yenə, yəni xahiş edirəm. Getdik. Okay. Deməli, birinci bir dənə bu folder yaradım burada. Essay folder 1. Essay folder 1. Canlıların hamısını da yükləyək bura. İlk olaraq başlayırıq kimlərdə? WhatsApp açın birinci. Ən axırıncı mesaj, yəni birinci gələn mesajlarla başlayacağım. Bizi saniyə. Oy Allah. Nə qədər. Allah sən saxla, mən saxlayamıram. Deməli, getdik. Birinci başlayıram, bu Cristiano Ronaldo ilə birinci göndərən oldu. Getdik, gəlin görək nə qarıb bir git. Deməli, bunu atıram. Hara, bizi saniyə şəxlər. Birinci workflow-nu qurum ki, tez-tez yoxlaya bilək. Başlayırıq buradan. Getdik. Deməli, ilk olaraq açırıq professor sinifimizi, götürürük 9-cu sinif. Deməli, və yazırıq burada şeydir, new student test. Yazaq bunun adını buradaca qalsın. Tabii də hər dəfə əlavə eləməyək. Okey. Sonra bir saniyə 9-cu sinifi seçək. Qalsın. Və başladıq yoxlamağa. Birinci şəkli buraya ataq. Birinci bu şəkli atım ki, hər dəfə bir də təzədən atası olmayın. Gözləyin. Şəkilsiz atmışdım da. Elə deyilmi? Bu nə yazar ki? S1 Picture.
picture. Let's continue, my dear friends. Just a second. İnşallah lazımsız yerə, xahiş edirəm, ancaq mesajlar göndərin, lazımsız yerə yazmayın da. Çünki tap-atarak WhatsApp-da olur, sonra lazımlı adam sualına cavab verə bilmirik. Falan şey nədir, feşman şey nədir? Bir saniyə. Bir saniyə, uşaqlar. Essay. Məndə essay qoymuş. Ay, hara getdin çıxdın ya? Ondaydı, home folderdaydı. Essay folder 1. Getdik, şəkli buraya yapışdırdıq. Şəklə uyğun olaraq da əl yazısını, deməli, birinci bunun üçün. Gidin əl yazısı. Getdik. Gəlin görək. Nə deyəcəkdir bizim? Professor Snape'imiz. Okay, he's thinking too much. Nə oldu buna? Aha, gətirdi. Buna 5-dən 2,5 veribdi. Gəlin görək nələrdə qısıbdır. Birincisi söz sayı kifayət qədər olmayıbdı. 9-cu sinifdə dəmirəm düzgün. Şeyləmişə 9-cu sinif. Deməli, bax, ümumi nələrdə qısdığı, problemlərin nə olduğunu, hamısını belə yazılı açıqlama formasında hər bir tələbənin özünə göndərəcəm. Evdə buna diqqətlə baxsınlar. Bax, getdik. Çünki hamınkini yoxlamaq lazımdır. Uşaqlar bir-bir hamınkini burada şey eləyə bilmərəm. Durub belə baxa bilmərəm, elə deyilmi? Getdik. Bax, birinci kimdə idi? Bundan gəlmişdi mesaj. Getdik. Bax, bu sənin essenin evaluation-ı. Getdik. Sonra növbəti tələbəmiz arxadan buradan başlayırıq, davam edirik. Bu tələbənin yazdığıdır. Getdik. Buna download edirik. 2 qoyuruq adına və bura gəlirik. Dəyişirik bunu. Deməli, handwriting. Bunu remove the image. 2-ni götürdük. Execute judgment. Dəqiqə, ikincidə görək nə deyəcəkdir. Bu ikincini deyənə kimi gəlin görək birincidə problemlərə nə demişdəsiz problemlərə. Okey. Yox, buradan onu tapamayacağım. Ay Allah, nə qədərdir. Okey. Just a moment. Onda belə eləyərəm. Aha, o birisini saxlayaram bu müddətdə özümdə baxmaqdan ötəri. Tamam. Yaxşı, bu hara düşür və bu özümdə. Elə olsun ki, mən sizə deyərəm nələrdə səhv etdiyini. Bu birisinə baxana kimi o birisinin nələrdə səhv etdiyini deyəcəyim. Tamam, uşaqlar. Nömrənin axırını yadda saxlayayım o zaman. 14-16-dan gələndir bu. 14-16-dan. Bir saniyə, əziz dostlar. Başlasın. Aha. Bu esse, qəşəng veribdir. 4,5 veribdir buna. 14-16-dan gələn esseyə. Qəşəng yazmışsan. Səhvlərin, düzlərin hamısını özünə atıram. Bir saniyə. Səhvlərin hardadır, düzlərin hardadır. 14-16-dan. İndi bir dəqiqə səndən izahına da baxacağıq. Sənin izahına da baxacağıq. Ona kimi qoyub digər tələbədən birini götürək. Onun SS'inə evaluate eləyək. Ona kimi də sənin səhvlərini izah eləyim. Üçüncü məsəl üçün bunu buraya yapışdırdıq. Üçüncünü, aha. Bunu bura gətirdik. Üçüncünü qoyduq. Səninki evaluate oluna kimi 14-16 testlərinin düzgün cavab. Bu neçədir? 25-15. 25-15 yadda saxlayın. 25-15-in sonra deyəcək. Demək, 14-16 testinin səhvləri nədir? Gəlin görək. Nədə qiymət qırıbdır? Bax, axıcılığa tam bal veribdir. Məntiqi anlaşıllığa tam bal veribdir. Qiymət qırdığı yer qrammatik hissəsi olubdur. Gəlin görək, harada qrammatik hissəsində problemi vardır.
Okay, bu S-nin yuxarıda dəyər yazmağın önəmli deyil, yoxdur. But tree is so high. De tree olmalıydı. Çünki burada ağacdan ikinci səfər bəhs edirsən axı. Ona görə de artiklı önündə istifadə etməliydin. The tree is so high. Suddenly a strong wind olmalıdır. Strong wind, wind silencing uşaqlar önündə eyni artiklı istifadə olunur. Starts and apples spill out from the tree. Fell down deyə bilərsən əslində. Fell off da deyə bilərsən. Off. Fell off istifadə olunur. Jane opens her umbrella and gathers apples. Collects da ola bilərdi, gather da ola bilərdi. Her umbrella. Umbrella sözündə yazılışında problem var. Then she puts apples to her basket. Okay. Put apples to her basket. Öncə burada to-nu nəyə görə? From the apples fall or drop. Drop da daha gözəl olardı. Baxın. Spill contains the limited and repeated vocabulary. Vocabulary 2. Puts apples her basket. To-nun deyir burada istifadə olunmamalı olduğunu göstərir əziz dostlar, gördüyünüz kimi. Bu belə getdi. Bunun açıqlamasını verdik. Növbəti esse kimindirsə zəif essedir. 2,5 veribdi. 5-dən uşaqlar getdik. Bunun bir dənə götürək, tələbənin özünə ataq. Sonra digər esseni götürənə kimi bunun izahını verək. Deməli, 25 neçə idi o tələbəmizin şeyi? 25-15? 25-15, buydu bax. Elə deyilmi? Bu esseydi, attım sizə. Sonra, indi buna baxacaq, 25-15 baxacaq sənin essenə bir dəqiqə. Ona kimi 38-24-ün essesini bir dənə ora proqrama salaq. 38-24-ün essesini, 4-cü. 38-24-ün essesini salaq. 38-24-ün essesini salaq proqrama. Aha, bu proqram buna baxana kimi 25-15-in essesinə baxaq. Bu dəqiqə uşaqlar. Okay. 25-15-in essesi. Aha, burada səndə gəlin görək nə səhvlərin var ki, bu qədər pis veribdir səndə. A woman used an upside down umbrella to reach high apples. She shook the branches with uşaqlar ad verməlisiniz. Okay? Ad yoxdur. Bax görürsüz, a woman, she avtomatik olaraq adın olmaması buradan bal yeyibdir. Yəni davam edəcək. Bir də söz sayı kifayət qədər deyil gördüyünüz kimi. Adın olmaması və söz sayının kifayət qədər olmaması o heç. Özdə onu silkələmir deyəsən şəkildə. With the handle caught the falling fruits. Fruit cəmlənmir uşaqlar. Yalnız müxtəlif meyvələri bildirəndə bildirirdi. Saymayan isimdir. In the umbrella and pour them into her bag. Pour isə istifadə olunur adətən şeylər barəsində uşaqlar. Süzmək barəsində, maye barəsində. Bag yox, basket olmalıydı. Bəli, söz sayı da azdır, bunlar da azdır. Buyur. Mən basket yazmışam. Deməli, xəttin kifayət qədər deyil. Yaxşı deyil. Okay. Sonra davam edirik. Növbəti bircə saniyə. Növbəti kimin şeyidir? Deməli, 38-24-ünkü idi, səhv etmirəmsə. 38. Aha, buna 3,5 veribdi. Bir dəqiqə düzgün cavabları atıram həmin tələbənin özünə. Okay, 38-24. Sizə attım. İndi bir dəqiqə qayıdıb yoxlayacağam sizinkini. Ona kimi bir dənə tələbəninkini götürək, salaq esseyə. Proqramına o yoxlasın. Deməli, 5-ci essemiz olsun bu. 5-ci esse. Getdik. 5-ci essəni də əlavə etdik bura. Execute judgment. Getdik əziz dostlar. Deməli, indi o execute judgment eləyənə kimi biz buranı yoxlayaq. Burada nə səhvlərimiz var? Final grade, 3,5. Deməli, it was a sunny day. Məryəm went to the forest for apples. Bax, bura kimi qəşək gəlibdir. Məryəm ad veribdir. She loved apples. O almaları sevirdi. It yəqin ki, nöqtəni yaxşı qoymuşsan, onu görməyibdir. It was very hot. There is... that's why. It was very hot. And that's why Maryam took her umbrella. Suddenly, it was very windy. Maryam saw an apple tree. The wind
shook the tree. Nöqtələr qoymusan, yoxsa bu oxuya bilməyibdi nöqtələrini? Yəqin ki, qoymamısan. The apples fell into Maryam's umbrella. Nöqtə yenə. Maryam was very happy. Yəni, nöqtə deyilən şey olmadığı üçün burada böyük ehtimalla balının çoxsunu oradan şeyləyibdi, yeyibdi. Gördüyün kimi, your ideas basic chronological sequence, but your ability to logically separate and connect them. Bir də düz deyir, şeydən istifadə eləməmsən. Zendi, ondan sonra digər bağlayıcılar. Bir dənə that's why bağlayıcısı var, o qəşəkdir. Amma digərlərindən istifadə eləməmsən. Biraz bağlayıcılardan da istifadə edin uşaqlar. Bağlayıcılar çox önəmlidir. Yəni, nöqtələrdən istifadə olunmaması problemi idi. Nöqtələrdən istifadə olunmaması problemi idi. Qrammatikaya bir dənə baxın. Your grasp of English grammar is painfully basic. You rely almost entirely on simple sentence structures. It was Maryam, so demonstrating no ability to construct complex sentences. Furthermore, you made unacceptable morphological error mistake. Windy. In the phrase the windy shook. Windy is an adjective. You require. Yəqin ki, windy shook yazmışsan. Windy shook yazmışsan. Windy shook. Ayda, windy shook yazmışsan. The wind shook olmalıydı. Okay. Problem orada o idi. Sonra növbəti essemizdir bu əziz dostlar. Bir saniyə. Kimin essesi idi? Okay. Bu başqa bir essedir. Bir dənə bunu götürüm, şəklini çəkim. Atım tələbiyə. Bir saniyə. Deməli, bu bizim deməli 76-62-nin 76-62-nindir. Okay. İndi bir dəqiqə baxacaq səninkinə 76-62 gözlə bir saniyə. Ona kimi bir dənə 12-77-inkinə baxa 12-77-inkin proqrama salım. Deməli bu olsun 6. 6-cı essemizdir. Proqrama salırıq. Deməli 6 getdik. Bu proqram bunu yoxlayana qədər gəlin o qripdəki səhv nə idi ona baxağın əziz dostlar. Deməli bir saniyə. Uşaqlar, xahiş edirəm də tap bataraq yazırsınız. Tapa bilmirəm. Səbriniz olsun da. Hə, getdik. Deməli, one day the weather was very hot. Normalda it was very hot deyirlər, amma the weather də istifadə edə bilərsən. Necə 3.5 veribdir. Louisa was returning from the market. She saw an apple tree on the road. Bura kimi əla. She wanted to pick apples. Okay. Bura kimi bir problem yoxdur. Bizə saniyə. Pickdə necə deyə bilərdik? Pick up the apples deyə bilərdik. Götürmək, dərmək mənasında. Collect deyə bilərdik. Pick apples biraz oturmadı orada. He started picking, eyni səhvi burada. Yəni with her umbrella. She pushed the apples. Pushed, yəni itələdi. Almaları itələmədi axı, o ağacı itələdi. Apples she had picked into her. Yox, burada küləyin əsməsi söhbətində artıq burada mənanı itirmisən. Yəni tam olaraq mənanı ödəmir burada. Orada səhvlər görübdü səndə. Bir də collect desən daha yaxşı olardı, okay? Collect desən daha yaxşı olardı. Sonra davam edirik. Bir saniyə. Daha sonra bir saniyə. Kimin? Burada, aha. 2.5 çox zəif nəticədir. Kimdisə nəyə görə zəif nəticə verib? Bir dəqiqə çox maraqlı gəldi. Nəyə görə bunu bu qədər zəif qiymətləndiribdir? Bunu özüm baxacağım xüsusi. Deməli, bunu bir dənə tələbəmizə göndərək. İlk olaraq nə ilə başlayıb? Deməli, I can see. Ayda, I can see in the picture yazmısınız. Uşaqlar yazmayın qəti şəkildə. I can see in the picture qəti şəkildə, yəni arzu edilən hal deyil. Okay? 74 yox. Neçə idi? I can see in the picture. Buydu bax. 12.77-ninkidir. Rahidəninkidir. Qəti şəkildə I can see in the picture qəti şəkildə arzu edilən hal deyil uşaqlar. Yəni bunu qəti şəkildə yazmayın. Okay? Hekayə kimi danışmaq məcburiyyətindəsiniz. Deməli, bu belə deyim sizə. Burada, bunu deməmişdən əvvəl bir dənə qoy birinin essesini salım, sonra oradakı səhvləri sizə deyəcəyim.
Hansı səhvlər var idi? 7-ci essemizi yoxlayırıq. Ondan sonra getdi, execute judgment. Qaydırıq bura. Deməli, bircə saniyə. 12.77 getdik. Burada ən böyük səhv birinci nə idi? I can see in the picture əziz dostlar. I can see in the picture-lə cümləni başlatmayın qəti şəkildə. Okay? There is a girl ad verilməyibdi qıza. In the picture ara qoyulmayıbdı ya da yəqin ki, xətti çox pis oldu. A girl yox, the girl olmalıydı özdə. Çünki birinci artıq qızın haqqında danışmışdın. İkincidə the ilə istifadə edəcəyim. Want some apples. Yəni, burada var, bəli, branch sözündə də səhv var burada. Bəli, buna az bal verməyin səbəbi aydındır. Ümumiyyətcə səhv var, yəni tamamilə yenə deyirəm. Buna hekayə kimi danışmalısınız. I can see in the picture-dən istifadə etməməlisiniz. Ondan sonra şey eləməlisiniz, nə deyirlər onun adına, adlar verməlisiniz. Yəni, demək olar ki, heç bir gözlənilməyibdir, bu qədər aşağı bal verməsin. Məntiqlidir, bəli. Sonra növbəti ilə davam edirik. Görək bu növbətini çıxartdımı? Bəli, 3.5 veribdir. Bu kimsə pis deyil. Gəlin görəyim birinci. Bunu ataq tələbənin özünə. Deməli, nə ilə başlayıb tələbə? In the picture. Yenə in the picture məsələsi var. Describe məsələsi var. Uşaqlar, hekayə kimi danışılmalıdır. Hekayə kimi. Okey, bir saniyə. Bu səhv eləmirəmsə. Gözləyin görün, bunun testi idi deyəsən. In the picture describe. Bəli, bir dənə testini göndərim özünə. Cavablarını. İndi uşaqlar belə eləyirəm mən. Bir dəqiqə gözləyin. Bir dənə test salım ora, sonra buna təzədən qayıdıb baxaq görək. Problem nədir? Famil, buna heç nə verməyəcək qədərim. 2 kəlmə sözdür burada. The girl to pour to the basket. Buna ümumiyyətcə bal verməyəcək idi. Yoxlamağa dəyməz. Yəni, çox zəifdir. Baxan kimi görünüyor. Ona bal verilməyəcək ümumiyyətcə. Sonra davam edirik. Bizə saniyə növbəti 29-17. Bu düzgün. Uşaqlar, mən bunu bir dənə şeyə salacam da. Yəni, bunu necə salmağımı gözləyirsiniz o? Bir dənə şəkil salmalıyam. Bunu necə ora salmağımı gözləyirsiniz o? Axırda to harvest-də sala bilməyəcəm. Bu da getdi. Düzgün yazın uşaqlar. Növbəti, Ayxandır. Gəlin görək Ayxanın içində vəziyyət nə yerdədir. Neçə? Deməli, 8-ci. Okey, getdik 8-cinə buraya yerləşdirək. Okey, mən bunu göndərdim. Necə? Deyirəm, onun bir dənə başlığını çox yazılan sala bilərsiniz, o kiçik yazılan. Bir dənə baxarım ki, keçdi. Onu düzgün yazın, göndərin uşaqlar. Deməli, bunu bir dənə atın. Bu execute judgment eləsin. Ona kimi mən də o birisinə bax. Bir saniyə, o birisinə baxaq. Bu tələbələrimizin digərinin atdığı, səhv eləmirəmsə bu idi da. In the picture, describe. Gəlin görək burada səhvlər nədir? Burada uşaqlar, in the picture describe-da səhvlər nədir? Birinci, in the picture describe one woman düzgün ifadə deyil. Birincisi. In the picture, I see a woman was described deyə bilərsiniz. İkincisi də ki, belə deməməlisiniz. Hekayə ilə başlamalısınız siz. One day, nə bilim, Fatima was walking in the street. Belə bir cümləni, yəni hekayə qurmalısınız, okey? Siz burada robotik şəkildə demirsiniz. Hələ yaxşı 3.5 veribdir, bu daha vicdanlıdır. She was Aliya. Ad verdi Aliya olaraq. She came in forest for collected fruit. Zamanların bərbaddır, zamanlarını düzəltməlisən. But she couldn't reach it. Bura kimi bir problem yoxdur, amma apostrof qoymalıydın, apostrofun yoxdur. That's why yenə apostrofun yoxdur. She drank umbrella. Drank nə idi? Allah sən saxla, əuzübillah, şeytanirracim. Brought olmalıydı əziz dostlar. Umbrella. And with the help of, with the help of ifadəsi var ingiliscəsində. With the help of it, umbrella-nı 2 dəfə təkrarlama artıq. With the help of it, and bu işarəni yəqin çoxlaya bilməyib. She collected a lot of apples. She was very happy. Zəif, çox zəif idi. Hələ bu yaxşı ki, vicdanlı davranışdı bu. 3.5 verməkdən mən 3 verərdim, mən patolog. O da şey elədiyinə görə. Zamanları düzgün istifadə etməyə çalışın. Hekayə danışmağa çalışın əziz dostlar, okey? Hekayə danışmağa çalışın. Sonra, deməli, bu da belə getdi.
Davam edirik. Burana baxırıq. 2,5 kimsə yenə gözünü çıxardıbdır esselərin. Okey. Gözləyin görün. Deməli, bunu həmin şəxsə göndərək. Ayxan şey eləmişdir, tezliyinə baxın görün. Nadilla. Nə qəşəng seçirsən? Nadilla. Okey. Getdik, göndərirəm. Okey, sənə göndərdim. Sənin qayıdıb yoxlayacağıq Ayxan. Bir dəqiqə onu kim qoy tələbələrdən baxaq görək. Kimin testini ora sala veririk. Doqquzuncu test. Getdik. 9'u vurduq bura. Hey, ora. Getdik. Birinci, onda yoxlayırıq biz. Ayxanınkini. Görək, Ayxanınki buydu elə. Hə, Ayxan buydu. Getdik Ayxan, görək səndə nədir vəziyyət. Okay, Nadla is going at Apple Tree in the sunny day. Ben hardan başlayayım bilmirəm. Zamanlarda problem var. In the sunny day. Burada in the sunny day deyilmir o. On a sunny day deyilə bilər. Özdə eyni artiklı yoxdur orada. And look, zaman yenə yoxdur burada. Apple tree aralı yazılacaq. And she have you has olacaqdır. Umbrella. So that ya çox səhv var ece. Hardan başlayım bilmirəm. Neçə veribdi buna? 2-5 veribdi. Bəli, 2-5 və yaxud da 2 vermək olardı. Hətta bəlkə daha az. Zamanlarını düzəlt. Zamanlarda yəni çox zəifsə. Deməli, sonra davam edirik. Yazırsa gəl görək. Biz proqrama şey salmadıq. Proqrama oyda ilişdik bax burada. Dayan görüm. Bu kimin idi? It was a warm. Bax bunu mən salmadım elə proqrama uşaqlar. Bu kimindir bu? 2039 sən testini salmışam mən proqrama. Tamam. Yox, 2039. Tamam. Bax buydu, bax 9-cuydu. 29-27 tamam. Haycan. Bu da öyle yok. Mənki 29-27 bir dənə mənki nəzərəm salarçıdır. Mənki saniyə. Bir dəqiqə dayanın sırayla da. Deməli buydu da 2039-un testini deyirəm mən. 2039-un üçün indi Bəli, mənimkidir. Hə, salmamışıq da. Dilən də git. Şəkildən gün bax proqram atıbdı nəsə proqramda dayan. Proqram yəqin görür ki, çox test var deyib mən istifa ediyorum. Aha, testi saldıq. Bizə saniyə 9-cunu da saldıq. Execute judgment dedik. Qoydan bu execute judgment eləsin görək vəziyyət nə edədir. Bundan sonra zəhmət olmasın. Haycan, sırayla gedirəm. Bax kim göndəribdi birinci. Bax görsən sıranı görsən. Kim göndərib göndərilmə sırasından gedirəm də. İgidim O gözüm. 29-27-də tək göndərmişdim. Onun birinci salarçıda çox olsun zəhmət olmasın. Bax burayla da gedirəm. Yəni sağ gələndə deyərsən hansını necə salmaq lazımdır. Orada mı? Sonra getdik. 2-5-dir bu kimdir? Çox zəif nəticədir. Kimdir? Çox zəif nəticədir. Bir dəqiqə göndərirəm özünə. Ona kimi o birisini sağlam. Uşaqlar, inanın ki bu proqram arxa fonda pul yandırır bir dəqiqə bu esseləri yoxlamaqdan ötəri. Süni intellekt motorundan istifadə eləyir və onlarda da token başına, yəni bilənlər varsa əgər pul yandırır. Yəni mən sizə bu qədər necə deyim, fürsət tanıyıramsa, siz də məndən yəni ən azından biraz imkan verin, işimizi sizə hamınıza uyğun olaraq yaxşı görək də. Müşət eləməyin, digərlərinin də haqqına girməyin. Bizə saniyə. Baxın, bunu götürdük. Onun heç Azərbaycanda bir dəqiqə belə bir proqram yoxdur. Bu proqram Azərbaycanda qəti şəkildə mövcud deyil. Bizə saniyə. Okey. Memory başınqıcı. Gözdə yoxlayacağım memory görək necə şey eləyir. Bizə saniyə. Deməli bunu mən saldım mı, salmadım. Axırın saldığım nədir? Yox, buydu. Bunu göndərdim. Aha, bunu tələbəyə göndərdim. It was a normal day. Tələbəyə göndərdim. Bu it was a okay, bu yeni testdir. Bunu salacağam. Sonra it was a normal day yoxlayacağam. Bu neçəncidir? 11-cidir.
Okay. Just a second. Bunu remove edirik biz buradan. O tələbənin özünə göndərmişik. Bunu 11-i bura qoyuruq. Execute judgment edirik, o birisini yoxlayırıq. İmkan verməyəcəklər, aşağı yazırlar. Getdik. It was a normal day olan idi. Buydu. It was a normal day. Gəl görək burada səhvlər nə? Birinci söz sayı kifayət qədər deyil. Baxın. Söz sayı məncə kifayət qədər deyil. Az. A severe mediocre attempt. Demək, it was a normal day. Jane went to the forest. She saw an apple tree. Uşaqlar bir keçidlər eləyin də. Heç olmasa. Then she saw an apple tree. She decided to collect the apples. Okay. Yəni she çox təkrar olunduğu üçün üstündən xətt çəkib Jane yaza bilərdin ikinci səfər təkrar olunmasın deyə. Yenə she shook the tree branch. Branch deyildi, özü də idi o, səhv eləmirəmsə, gövdəsi idi. With her umbrella and the apples fell. Okay. She was very happy. Çox həddindən artıq şeylər istifadə etmisən. Bu bir. İkincisi söz sayı kifayət qədər deyil. Üçüncüsü belə deyim. Həddindən artıq qurudur da, yəni çox qurudur. Zen yoxdur, after that yoxdur, so yoxdur. Yəni elə bir cümlələri götürüb arxa-arxaya qoymusan. Çox qurudur. Bu belə getdi. Daha sonra gəlin buna baxaq görəyim burada nə var. Deməli 3,5 kimsə pis deyil. Gəlin görək nə məsələdir. Okay. Bir saniyə. Bu olmalıydı səhv eləmirəmsə. Aha. Sənin səhvini göndərdim. İndi qayıdıb sənin səhvinə baxacağam. 18.5 ona kimi bir dənə mən tələbəmizin hər hansı birinin testini bura ataq. 12-ci esseni. Okay. Remove. 12-ci esseni bura göndəririk. Execute judgment edirik. Sonra digər tələbənin səhvini yoxlayırıq onu yoxlayana kimi. Deməli, burada gəlin görək nələrdə səhv ola bilər. It was an ordinary day. The weather was sunny and good. Bura kimi super. Seville was one. Əuzübillahi minəşşeytanirracim. Was wanted İngilis dilində hansı necə deyim zaman quruluşudur əziz dostlar. Wanted olmalıdır. Past simple olmalıdır. Bax buna görə deyirəm past simple çətindir. Past simple düzgün istifadə edə bilsəz əla olacaqdır. She wanted to pick some apples deyə bilərdik. Apples'ın önünü boş qoymamalısınız orada. Aslında bunun qrammatik cəhətdən səhv götürməyib, amma olmalıydı orada. But she wasn't tall enough. Tall enough gözəl idi. To pick the apples. The apples. Niyə? Çünki artıq hansı almalardan söhbət getdiyini bilirik. So keçid gözəl idi. She was sold. Oy maşallah. Past simple'da hamısında was istifadə edib ki, keçmiş harda var was olacaqdı. An idea. El olmamalıydı. She thought an idea. Was istifadə olunur ya past continuous'da ya da ki past to be də əziz dostlar. She was gathered. Yenə was səhvi var. With an umbrella to apples. Cümlənin mənası demək olar ki, heç nə başa düşülən olmadı. Finally, she was collected. Yenə was olmamalıdır. Collected olmalıdır. Apples to the umbrella. The article olmalıdır önündə. Çünki dəqiq bilirik hansı umbrelladan söhbət gedir. And she was very happy. Because cümlənin önündə istifadə eləməyin əziz dostlar. Cümlənin önündə çünki istifadə etmək istəyirsinizsə as istifadə edin. Because cümlə önünə gəlmir. Bax, ya ortada istifadə olunur. As isə cümlənin önündə də ortada da istifadə oluna bilər. As the apples was Seven's favorite food. Okay? Tamam, əla. Ondan sonra bu belə getdi. Gəlin o birisinə baxaq görək kiminkidir bu. 2,5. Uşaqlar, bir çoxunuzun essay writing-i bərbad haldadır. Buradan belə görsənir. Just a second. Let me send it to the student himself. Okay, salam müəllim, göndərdim. Yaxşı elə. Mən də göndərdim. Sonra uşaqlar, getdik, davam edirik. Növbəti biz... Aha, gəldik, hara çıxdıq? Gəldik, çıxdıq. Bura, bu nədir? Hə, bunu deyirsən ki, sən bunu deyirin. 2 saatlıqda canımı almışdım, bunu göndər deyirin. Yaxşı. Sənin də yoxlayım, sən can əl çək məndən. Gəl gələk. Execute judgment. Ay Allah, nə qədər talking yedik bir gün.
Bu proqramlar uşaqlar Azərbaycanda yoxdur. Yəni şəxsən özüm tərəfindən hazırlanıb yalnız məndə olan bir proqramdır əziz dostlar. Bunu deməmişdimsə bir daha deyirəm. Biləm 10 dəfə demişəm amma yenə bu da olsun. Deməli, burada bayaq one day a girl səhv nədir burada? 2.5 yazan tələbəmizdə. A girl yox, ad verməlisiniz. Went to pick some apples olmalıdır. An apple yiyib bir dənə alma dərmirlər. She decided to take with her an umbrella. Suddenly, with her olmalıdır orada. Suddenly, apples fell to the ground. Birinci söz sayı çox azdır. İkincisi, çox qurudur. Uşaqlar, belə hekayə yazılmır. Üçüncüsü, qrammatik səhvlərdən göstərdiyim qrammatik səhvlər var. Çox qurudur uşaqlar. Buna 2-5 verməsi çox normaldır, həqiqətən də. Sonra davam edirik. Gəlin görək bura nə verdi. Nə oldu? Why couldn't you execute the judgment? Now. Kimindir bu? Cidindir. Bu bayaqdan. Qəşəng. Orada səhv edib. Dən buna bir yaxşı baxayım. Deyirəm, bax, bu neysədən canım alır ki, ay müəllim mənkində yoxdur. Ay müəllim, nə olar yoxlayım. Deyirəm, axı. İgid adın nədir? Adını de görüm, səslən görüm. Elgün. Haycan? Elgündür, Elgün. Elgün. Neçənci sinifsən Elgün? 9 ama. 9-cu sinifsən? Əladır. Deyən bu Allahın cəzası memorininkidir bu. Bir dəqiqə sən işinə baxıram Elgün, gözlə. 14. Okey. 14. Execute judgment. Get deyəcək. Görək. Sən işinə bir dənə baxaq görək. Sənə bu yüksək bal verməsində səbəb nə olubdur? Yəni, uşaqlar, Elgün dən görmə, bu Elgün deyil. Uşaqlar, Elgün essesi nümunə esselərdən biridir. Diqqətlə baxın hamınız. One sunny day, a girl went to the garden to pick some apples. Xəttin yəqin ki, yaxşı olmayıbdır orada. To pick-i yazmaqda problem olubdur. Okey, qəşəng. Bura kimi bir problem yoxdur. A girl-ün yeni deyirəm, ad verə bilərdin. She stood under a big apple tree with a basket. But keçidi görürsünüz uşaqlar. But sizdən bunu istəyirəm mən. But the branches were too high. Suddenly she had a great idea. Baxın, keçidlər, chef's kiss. She opened her umbrella and held it upside down under the tree. Bellissimo, signore. She shook the branches and the ripe... Bax, bu qızıldır. Ripe nədir uşaqlar? Ripe yəni yetişmiş deməkdir. Apples fell right into özdə, düz deməkdir. Into the umbrella. Nöqtə yəqin ki, xəttinə diqqət edəcəkdir. Sənin balın xəttindən gedibdir. Əgər xəttin olmasaydı, böyük ehtimal 5 bal verəcəkdi sənə. Finally, Baxıram burada, xəttə dönsəm. Haycan? Deyirəm, orada sözü qırmızı rəngdə yazıb, amma mən burada düz yazmışım. Prosta xəttə görə 5 bal. Mən sənə deyirəm də, xəttində problem var. She poured all the apples into her basket. It was a very clever and fast way of doing things. Belə bir şey olardı. Yəqin ki, burada da yenə deyirəm. Bax, sən burada nəyindən götürübdü? Grammarindən götürübdü. Bal kəsibdi. Əslində, amma grammarində xəttinə görə grammar məsələsi var. 5-də 5'lik bir esse deyəcək. Okay? Əla. Halal deyəcək. Halaldır. Öpürəm. Əla. Qəşəng yazmısan. Super. Gəl görək bir dənə bizim. Bir nəfərin bir dəqiqə xəttinə görə balımdan yeyiblər. Gəlin görək bir nəfər. Gəl görək. Səndə niyə balından yeyiblər? Memory. Bu arada mənim tələbəm olubdur. Memory sadəcə necə deyim? Mən köçdüyüm üçün onlayn həmin vaxtlar dərs demədiyim üçün dərs keçə bilməmiş yaşlar olsun ki, xatirəyə, amma çox gözəl, ingilis dilisi də çox mükəmməl olan qızlardan biridir. Gəlin görəyim burada. İndi baxacam bir dəqiqə memory sənin səhvlərinə görək nələrdə səhv eləmişsən. Böyük ehtimal xəttin yenə sənin də xəttin. Uşaqlar, bəs buna görə deyirəm, baxın xəttiniz
Görürəm. Bax, xəttinizə diqqət eləyin. Xəttiniz sizin balınızı yeyə bilər. 10 dəfə deyirəm. Qulaq asmırsınız. Azaq dilima bilərəsən yoxdur. Qulaq asmırsınız. Getdik. Gəlin bir də memorinin essesinə baxaq görək. Burada nə səhv eləyibdi bu? Deməli, səhvində nə deyir? One day, Jane decided to go out and then she saw a tree. Bellissimo, super, əla, gözəl, yaraşıqlı, simpatikli. Because of the sunny weather, olsun, yaxşı, sənin xətrinə. She had an umbrella. Yaxşı. Və bunu daha gözəl bilsən necə yaza bilərdin xatirə? As the weather was sunny, as it was sunny, it's weather yox, weather was sunny belə qəribə ifadədir. As it was sunny, she took an umbrella with her. Belə yaza bilərdin. She decided to took it and bring them to house. Oh, then. Ne yazmışam burada? She decided to took it and bring them to the house, the article'ını yiyeyim sən. For her paralytic brother. Oh my god, çox What kind of psychology do you have there? She utilized her umbrella for collect, yox, for collecting yaza bilərdin ya da to collect yaza bilərdin. For'dan sonra yadda saxlayın. Feil gəlirsə uşaqlar, sözündən sonra gələn feil ing ilə olmalı. These apples, overall, this girl finished together. Finished gathering ola bilərdi. Finishdi, stopdu, özündən sonra fail ing istifadə edir. Yadda saxlayın. Then, moreover çox super olardı, amma bir saniyə, burada nəyəsə görə bunu səhv götürübdür. Yəni, baxacam aşağıda görüm açıqlamasına da bunu səhv götürməyinə. Jane was delighted because of her unbelievable and kind behavior. Deməli, burada qızım, mən özüm də şəxsən burada səndə bəzi səhvlər tutarım. Tam olaraq hekayə ardıcılığında qırıq var. O da küləyin əsməsi zadı. Bunları qeyd eləməmsən. Bir. İkincisi, qrammatikada gəl görün burada nəyi səndə səhv götürübdür. Demək, your grammar is atrocious. Let us review your blunders one by one. She decided to took yazmışsan, take olmalıydı. Düz deyil. The infinitive form to take, not to took. Bring them to the house olmalıydı. The article. You are missing the definitive article. It must be to the house. Utilized her umbrella for collect, yox, for collecting olmalıydı. Must be followed by a gerund for collecting, or you must use the infinitive to collect. Finally, finished together olmamalıydı. The verb finish strictly demands a gerund. Düzdür, finishdi, stopdu, gerund istəyir əziz dostlar. Hence, it must finished gathering. Do you ever open your Do you ever open your textbook, or do you simply guess the rules as you go? Bullying eləyim azəli, memory. Yəni, babat bullying elədi, ciddi deyirəm. Moreover mənə maraqlıdır. Moreover nəyə görə səhv kimi götürmüşdü? Ayda, burada aşağıda çəkməmişik. Moreover mənə maraqlı gəldi. Furthermore, deyən görüm, burada varmı moreover'ın səhvi? Ayda, moreover'i kəsmişəm, burada axıra kimi göndərməmişəm. Mənə də maraqlı. Ona bir dənə araşdıracam təzdən, testə salıb dərsdən sonra. Moreover'ın nəyə görə səhv olduğu mənə maraqlı. 4,5. O, kimdisə qəşək qızıl bir essə var əlimizdə uşaqlar, gözləyin görün. Bunu bir dənə tələbənin özünə göndərək. Okay, just Nə yapıyorsunuz deyim? Buyurun. Bəli. Ben indi çıxmalıyam. Siz bu dərsin video görüntüsünü alırsınız. Yəni onu YouTube'da paylaşacaksınız. Hal-hazırda var. Onu da mən oradan izləyə bilərəm də. Hardan rəngsiz izləyə bilərsiniz. Bir problem yoxdur. Lap yaxşı. Anladım. Amma belə deyim, söz vermirəm amma bütün esseləri yoxlamağa. Əlimdən gəldiyi qədər yoxlayacağam. Çünki müəyyən bir vaxt sonra mən özüm də getməliyəm. Okey. Gəlin. Sağ ol. Buyurun, sağ olun. Buyurun. Kim çıxmaq istəyir, çıxa bilər uşaqlar. Bundan ötürü icazə almayın. Bağışlayın, mən birinci sala tezə qoşulmuşam. Olar Özdə həyəcanlısan. mənim də Hə? Buyur. baxasınız. Sən hamının essesinə baxırıq qızım. Sırayla baxırıq göndərmə sırasına. Okay, just a moment. Execute judgment. Buyur.
Bir saniye. Okey, bu kimin essesiydi? Bu qəşəng esse var uşaqlar əlimizdə, gəlin görəyin. 4 verilibdi esseye. One sunny day, a woman named Katie went to pick some apples. Some apple desəz daha yaxşı olardı. From a tree. She used her umbrella to catch apples and put them. Ya, çünki apples çox istifadə elədim burada. Into the yellow basket. Soon the red umbrella was full of apples. Super. Soon. Görürsünüz nə qəşəng keçidlər var. Halaldır gözəl. Then the basket was full and she went home feeling proud of her work. Qəşəng. Burada bir dənə 10 məsələsində, Apple məsələsində məsələn təkrarlama dem olmalıydı. İndi nə edibdi? Baxın. İndi burada 2 dənə fərqli yerdə səhv etdi. Bax, birində qrammatikada səhv veribdi, birində lüğətdə səhv verib. Əgər sadəcə lüğətdə səhv versəydi, yine bu 4,5 gələcəkdi. Amma həm qrammatika, həm lüğətdə səhv olduğu üçün 0,5 hər ikisindən yeyibdi. Görürsünüz uşaqlar. Ona görə 4 gəlibdi əslində bu. Çox sadə bir səhvlərdir. Bunu məsəl üçün etməyə də bilərdi tələbəmiz, əminəm ki. Deməli, ən işlətmişəm. Sən orada ən işlətmisən deyirsən. Onda 4,5 gələ bilər. Deməli, yazılışında biraz daha dəqiq, daha gözəl, daha səliqəli yazmağa çalış gözəl. Okay, diqqətli ol. Sonra davam edir yazılırsa, görün, bura nə atmışıq? 4 var bir dənə. Qıpqırmızıda amma 4 var. Yəqin ki, burada etdiyi səhv yalnız ya qrammatik səhvlərdir, ya da yalnız eyni səhvlər ola bilsin, təkrar etdi. Bəzi əziz dostlar, belə də bir hal baş verir. Tələbə əgər eyni səhvləri təkrar edibsə, orada bir dəfə balından çıxılır. It was sunny day, the girl named Katie. Biz bunu yoxladıq mı? Yoxsa bunu kimə göndərdim? It was a nice day, the girl named Katie. Yox, eyni şeydir. Kate when bir saniyə görüm düzmüş edib. Named Kate. Düz. Bu da elə. Dəqiqə bunu. Bir dəqiqə hal-hazırda şəklini çəkib o zaman tələbəmizə göndərdikdə, elə deyilmi? Okey, bu düzdür. Düz göndərdik, şükür. Yaxşıdır. Yaxşıdır, düz göndərdik. Uşaqlar, amma bir şeydən narahat olmayın. Yəni, bütün hamınınkini ən axırda özünə göndərəcəyim. Səhvlərini, düzlərini. Yəni, dərsdən sonra da olsa da göndərəcəyim. Yəni, narahat olmayın o barədə. Qoymaram ki, əziyyət çəkəsiz bu barədə. Tamam. Bir dəqiqə, bunu yoxlayacaq. Bunu yoxlamadan əvvəl digər tələbələrimizin indi bunun bir dəqiqə düzgün variantını deyəcəyəm. Deməli, o kimsə şokdadır. Şok olmuş gözlərlə baxıyor hocam. Bir saniyə. Bunu neyəyək? Bunu çıxardaq, qoy başqasını göndərək. Sonra Kate-inkini yoxlayacaq. Gözləyin. Məndə baş getdi. Gözləyin. Başqasını. Məmnun oldum. Cümlədir. Mənim dərslərimiz həftənin neçənci gündən olacaq? Qrup açıqlamasına bax. Oldu mənim. Buyur. Deməli, Müəllim, tələbə. olarsa mən dərsdən çıxım, getməli yerim var. Dediyim kimi, kim istəyir dərsdən çıxsın, buna görə müraciət etməyinə ehtiyac yoxdur. Okey. Bir dəqiqə, bu şoka düşmüş tələbəmizə baxır. Gəlin, şoka düşmüş tələbəmizdə nə problemlər var? It was a sunny day. The girl named Kate. Nə? Baba, cümlə yarım çıxdı burada. Bir də şoka düşüyor. Bir də şoka düşür. The girl named Kate nə? The girl named Kate was doing something. Yəni cümlə yarım çıxdı. Niyə şoka düşüyorsun yəni? When she was going, she saw a high apple tree. Uşaqlar, insanlar üçün high istifadə olunmur və yaxud da ağaclar üçün high istifadə olunmur, tall istifadə olunur. Bir dənə qrammatikanın, bir dənə lüğətin, nağdı 2 dənə səhvim var. She decided to collect the apples. She decided to collect the apples. Burada nəyə görə səhv götürür? Apple-ın ola bilsin ki, təkrarlanmasına görə götürə bilər burada səhv. Okay. But she couldn't because she was short yox, short. Short köynəyə deyilir.
She was very smart, so she decided to collect the apples with the help of an umbrella. En article yoktu. Burada da bir səhv. At least she collected the apples. Apple. Ne kadar the apple. Eyni cümlə istifadə eləmişsən. Biraz farklı şeylərdən. And put them into the basket. She was tired but very happy. To my mind, everyone should work much to be happy. Yani in my opinion da yazabilirdim. Burada ihtiyac yok idi. Burada hikaye danışır. Uşaqlar 9-cu sinif testlərində öz fikrinizi bildirmənizə axırda ehtiyac yox. Okay, o bilirəm, əzbərlənmiş cümlələrdir. Müəllimlər əzbərlədi ki, bunda da ki, artsın, amma ehtiyac yoxdur. Okay. Sonra növbətiyə baxırıq, əziz dostlar. Bir saniyə. Kiminki idi burada? Bellissimo, signore. Bu nədir? Allah sən saxla. Allah sən saxla. Nə görürəm mən burada? Gözləyin. Nənə başlayıb dəsi. Deməli, the 24th of May, writing a story. The fruitful sunny day. Adın zaten, ay, nə körəldici. Gözləyin. Bir saniye. Gözləyin. Aşağıdaydı. Okay. Qəşəngdir. Bunu bir dənə daha yoxlayacağıq. Gözləyim dəqiqə gələm. I am returning. Just a moment. Ona kimi buradan bir dənə esse götürək. Verək proqramımıza. Proqramımız parçalasın, hökm etsin. Essemizi. Sonra bunu yoxlayacağıq. Bunu belə. Getdiyində o birisi essemizi yoxlayaq görək. Burada nə qəşəng hissə var idi bir dənə. Gözləyin. Aha, getdi. Bellissimo. Burada indi başlanğıclardır o heç. Sunny day. One sunny warm day. A little girl went to the garden with a basket in her hand. There were many ripe fruits on the tree. The girl thought, yazışında orfoqrafiyanda səhv var. Of a clever way to collect them. She opened her umbrella and held it under the tree. Then she gently, bellissimo, gently shook the branch. The fruits started to fall into the umbrella. Bazar fruits burada düzdür. Bu səhv götürməyibdir. Amma bazardan qədər təkdə istifadə edilə müxtəlif meyvə çeşidlərindən bəhs eləmisənsə. Fall into the umbrella one by one. One by one. Super. Əla, gözəl. The girl was very happy because it made her work much easier. After that, bundan sonra keçidlər görürsünüz. After that, so she carefully poured the fruits from the umbrella into her basket. As the basket filled up, çox super, əla. Her happiness grew even more. Nə gözəl, gözəl. In the end, she went home with a basket full of fruits. That day, the girl, bu dənə ad verməmisən, o biraz problemlidir, amma onu görməzdən gəlibdə o birlər qəşəng yazılıbdır deyə. She went home with a basket full of fruits. That day, the girl not only worked hard, but also found a smart way to make her job easier. Aliya Yusufova. Aliya, möhtəşəmsən, okay? Neçənsin sən Aliya, danışıyorum, səsini çıxartıyorum. 7-ci sinifəm. 7. Neçə? 7. Really? Oh my God, where did you come from? From the moon or something? Ala, Aliya, that's very great, Aliya. Aliya və digər ingilis dilində sərbəst danışan tələbələrim, sentyabrda mənim ümumi abituriyent qrupum başlayacaqdı 9-cu siniflərdən təri. Və o qrupda Only English Abituriyent qrup, Azərbaycanda bir ilk eləmək istəyirəm, yalnız ingilis dilində danışan abituriyent qrupu olacaqdı orada. Yəni Azərbaycanda belə şey yoxdur. Sırf ona görə də tələbələr seçirəm. İstəyən olsa sırf Only English Abituriyent qrupa müraciət eləyə bilərlər. Amma bunun üçün əlbəttə ki, sizi birinci testə tabi tutacağım, özüm söhbət eləyəcəm sizlə, o qrupa qoşulanlarla. Görsəm ki, onun həqiqətən də ingilis dili bazası o qrupda deyilənləri alınacaq qədərdir. O zaman ora əlavə eləyəcəm həmin uşaqları.
Buyurun, əllər görürəm qalxıbdır. Gəlin uşaqlar, biraz suallara cavab verək. Çünki həqiqətən mən də yoruldum. Qalanlarını şeydən sonra yoxlayıb, dərsdən sonra uşaqlar bir gedəsi yerim var. Oraya gedim gələm, axşam yoxlayıb hamınıza göndərəcəm. Buyur, Rahid, əlini qaldırmısan. Okey, Cəsarət Babayeva. Baba, Nömrənizi alsaydı mən deyəsən səhv yerə göndərmişəm. Okey, ola. Yusif, Yasin Ramazan. Mən bir dənə nömrənizi baba deyərdim. dedim ki belki de yoxlayardınız da. O Hamının deyirəm. için yoxdur. 055 406 67 97 nömrə. 055 406 67 97. Sonra Yusif. Akbar Tağıyev. Müəllim 7-ci sinif üçün nəticəm nətərdir? 2,5. 2,5. Bilirsən necədir ki, indi ingilis dili elədi ki, bir dəqiqə hal-hazırda. Yəni desəm ki, əvvəl məsələn sən bunu mənə 5 il əvvəl versən, dedim əla, 7-ci sinif üçün super. İndən sonra davam eləyəcəksən, belə eləyəcəksən, eləyəcəksən. Amma indiki dövr elə dövrdür ki, gedim. Yəni bir dəqiqə əjdahalar var. Məsələn, əjdahadan biri bu bayaqki Alin idi, nə bilim. Ondan sonra o birisi idi, 4 yığanlar, 4,5 yığanlar. Yəni biraz inkişaf etməlisən, yəni deyim ki, sənə yaxşıdır, yalan olar. Okay. Sonra Mən biraz tələsdim ona görə, yoxsa Haycan, 3,5. Biraz tələsdim, yoxsa 4 yazardım belə. it's your problem. Tələsmə. Öz problemdir. Sürməli Qocayeva. Müəllim, siz onları hansı proqramdan yoxlayırsınız? Bu proqram şəxsən öz tərəfindən yaratdığım Professor Snape proqramıdır və heç kimdə yoxdur Azərbaycanda. Yalnız məndədir. Heç yerdə də axtarıb cəhd etməyə tələsməyin. Alın, baxın, adı da Professor Snape. Created by Nicat Vəliyev. Mən özüm həm də proqramistəm, proqramları yarada bilirəm. Gördüyünüz kimi mənim başqa bir proqramım da vardır. Baxın, bu da sırf onlayn dərslərimi idarə etməkdən ötəri dərslərə, tələbələrə necə deyim, dərslər göndərmək, materiallar göndərmək üçün istifadə etdiyim bir proqramdır. Okay, sonra next. Sualımız dəyin görək kimlər var orada. Sonra Gülər Mirzən Gülər, neysə, adını oxuyamadım. Fikir vermədim soyadıma. Buyur Gülər. Hello, may I talk in English? Of course you can talk. Do you think that I won't be able to understand your speaking? Oh my God, so shameful. No, I'm not thinking like this. Anyways, I am in 8th grade and let's say that I got 4.5 from year 9 exam from writing. Okay. Which band score am I able to get from IELTS writing task? Because right now my assignment band score is 6.5, 7 and sometimes 7.5. But I check it from ChatGPT or Gemini, which sometimes they are, as you know, they are doing too sugar generous. cutting. Okay, they are too Yeah. generous. I warn you. They're doing sugar cutting. So Yes. can you give Sugar some cutting, exactly. ideas? Yes. Okay, continue. Sorry for interruption. That's Ah, okay. ah. So can you give a statement band score if I will get 4.5 from year 9 exam? Okay. Actually, here I am speechless a little bit because, you know, as far as I can tell, just IELTS is another realm. So I won't be able to say what score you can score in IELTS exam if you get some kind of other scores from another exam. As I was teaching state examination centers exams for last 10 years, and that's why I was a little bit behind IELTS. So I am not improving myself on IELTS field, and I'm not checking what the current situation is in this realm. So unfortunately, I will not be able to say that what score you can get. You know, in Azerbaijan, some people think that saying, no, I don't know, it's a very shameful thing, but no, I'm not saying it. Just if I don't know something, I just say that, no, I don't know. Just really, Güler, I don't know here. Okay. May I ask a second question as Of well? course. Mhm.
So is that wrong if I will write words in a short form in year 9 exam? Because in IELTS it's like this. Okay, do you want to write it like thanks TX or something like that, or do you want to write... Yes, like No, and not I as wouldn't suggest this, my dear, because Azerbaijani teachers' minds are not fully developed to comprehend such shortcuts. But Yeah. it's not advisable to use it in academic forms, you know. Just even sometimes when you write something like do not, like don't, they also say that, okay, of course, it's a correct way of writing it, but it's not advisable way of doing it, you know. There's always a difference between advisable and correct. Yeah, okay. Mhm. Thank you. You're welcome dear. Okay. Kimsə başqa nəsə demək istəyir, əziz dostlar, demək istəmir. Əziz dostlar, mən gedirəm indi aramızda tələbələr, bir dəqiqə axırıncı tələbəmizin kimi idi, 3.5-dir, bir dənə bu tələbənin nəticəsini də özünə göndərim. Ondan sonra qalan tələbəmizin nəticəsini axşam kompüter arxasında oturanda göndərəcəm. Xahiş edirəm, oradan tap bataraq yazmayın da müəllim, mənim nəticəm nə oldu, mənim nəticəm nə oldu, mənim nəticəm nə oldu. Gördüyünüz kimi bir dəqiqə seldi mənim WhatsApp-ım. Yəni bunun da üzərinə kiməsə cavab yazmaq inanın çətin olur. Yəni siz məni də başa düşün də. Tamam, bu pulsuz inisiativi eləmişik, amma ən azından siz də mənim işimi asanlaşdırın da. Gördüyünüz kimi siz nə qədər düşünürəm, həqiqətən də eləyirəm, 1 saat yarımdır bazar günümü sizə sərf edirəm. Hələ 3-cü gündə də olacaq və belə də davam eləyəcəkdir. İnşallah il boyu davam eləyəcək, amma siz də məni anlayın da, əziz dostlar. Yəni müəllimin də işi gücü var. Yəni durduq yerdə müəllim mən necəyəm, yaxşıyam. Bu çətin olur eyvallah. Sürməli Qocayeva, buyurun sualınızı verin. Getməmişdən gördüm, yeni əlinizi qaldırdınız. Müəllim, mən 2 səhifə yazmışam. Qəbul edəcək proqram. Yox, bir səhifədə yalnız. Okey. Sağ olun əziz dostlar. Sual vermək istədiyiniz bir məqam yoxdursa, sağollaşaq. Okey. Sağ olun müəllim. Sağ olun. See you next time. Goodbye. Goodbye. Bye. Goodbye. Goodbye.